Allah Azza və Cəllə Həşr surəsində buyurur ki, Huvallahul xaliqul bari'ul musavvir. O Allahdır, xaliqdir, əl-bəridir, əl-musavvirdir. Xaliq nədir, hörmətli müsəlmanlar? Təqdir edən, əzəldən ölçü verən, əzəldən təqdir edən. Əl-bəri isə, əziz müsəlmanlar, Allah Azza və Cəllə yoxdan xəlq edəndir deməkdir. Yəni, Allah Azza və Cəllə məxluqu yaratdıqda onu yoxdan xəlq edir, yoxdan var edir, buna əl-bəri deyirlər. Həqiqətən də Allah Azza və Cəllə görün bizə nə gözəl zahir bəxş etmişdir. Bizə Allah Azza və Cəllə iki göz vermişdir, danışan dili vermişdir, ağız vermişdir, burun vermişdir, iki qulaq vermişdir və bizim bütün zahirdə olan nəyimiz vardırsa Allah Azza və Cəllə Musavvir adı ilə şəkilləndirilmişdir. Həqiqətən də biz məxluqatlara baxdıqda və özümüzə baxdıqda Allah Azza və Cəllənin Musavvir isminə dəlalət eləyən nə qədər möcüzələr görürük. Ona görə Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, mən musavviram, yəni bütün məxluqata şəkil verənəm, surət verənəm, onları formalaşdıranam. İnsan Allaha belə deyək, heyran olur. Nə gözəl Allahdır.